Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyrun nasirin və mu'in. Xanım Zeynəb salamullahi əleyha çox müqəddəsə bir şəxs odur. Xanım Zeynəb əhdə vəfa eləyən şəxslərdən biri idi. İmam Hüseyin əleyhissalatu vəssalam şəhadətindən sonra o xanım Zeynəb salamullahi əleyhaya bir neçə dənə vəsiyyət demişdi ki, onlara icra eləsin, əməl eləsin. O vəsiyyətlərdən birini sizə ərzən bir huzur xidmətinizə çatdırım. Həzrəti xanım Zeynəb salamullahi əleyha gecə namazını heç vaxt tərk eləməzdi. Kərbəla faciəsindən sonra xanım Zeynəb salamullahi əleyha oturan yerdə namaz qılmağa başladı. Qalxıb oturmurdu. Həzrəti İmam Səccad əleyhissalatu vəssalam yaxınlaşdı bibisinə, buyurdu ki, ey bibi Zeynəb, sənə nə olub ki, oturan yerdə namaz qılırsan? Xanım Zeynəb salamullahi əleyha buyurdu ki, Mövla, bu 3 gündür mənə verilən qida var idi. Onu mənə İmam Hüseyin ağa tapşırmışdı, qardaşım Hüseyin tapşırmışdı ki, bu yetimlərə baxasan, qoruyub saxlayasan. Bu 3 gündür ki, öz yiyəcəyim yeməkləri vermişəm bu yetim balalara. Ona görə taqətim yoxdur oturub qalxmağa. Xanım Zeynəb o qədər əhdə vəfa eləyən xanım idi. Çox mübarək, qüdrətli xanımlardan biri idi.